Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağam. Əmək pensiyalarının artım faizi bəlli oldu. Hansı faiz dərəcəsi ilə pensiyalar hesablanacaq və pensiyalar hansı tarixdən ödəniləcək, artımlar hansı tarixdən ödəniləcək, ətraflı şəkildə məlumat verəcək. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Hörmətli izləyicilər, əmək pensiyalarının artım faizi demək olar ki, bəllidir. 9,2%-ə pensiyalar indeksləşdirilərək artırılacaq. Artımlar nə vaxt ödəniləcək? Bu haqda da məlumat verəcəyik. Azərbaycanda əmək pensiyaları müəyyən faiz dərəcəsi ilə artırılır. Bu artım isə ötən ildəki orta aylıq əmək haqqında qeydə alınan artım faizinə uyğun olaraq artırılır və ötən il 2025-ci ildə orta aylıq əmək haqqındakı artım 9,2%, 9,3% miqdarında idi və bu ildə əmək pensiyalarındakı artım həmin faiz dərəcəsinə uyğun hesablanacaq və 9,2% miqdarında əmək pensiyalarında artım qeydə alınacaq. Cədvəli sizlərlə paylaşmışıq hörmətli izləyicilər. Əmək pensiyası alan vətəndaşlarımızın artım faizi, yəni indeksləşdirilmə rəqəmi 9,2% olacaq. Ətraflı şəkildə sizlərə məlumat verir hörmətli izləyicilər. Cədvəlləri daha əvvəl paylaşmışdıq sizinlə və indi isə daha dəqiq paylaşırıq. Həm də qeyd edim ki, 320 manat minimum əmək pensiyası var ki, o da 30 manat artırılaraq 350 manata çatdırılmalıdır. Bundan əlavə 220 manat yaşa görə verilən sosial müavinətin də artımı gözlənilir. Həmin müavinət də 30 manat miqdarında artırılacaq. Cədvəlləri sizlər üçün hörmətli izləyicilər ekranda göstəririk. Pensiyaları görə bilirsiniz ekranda hansı əmək pensiyası nə qədər artır, ətraflı şəkildə qeyd olunub. Daha əvvəl də bu barədə video paylaşmışdıq sizlər üçün. Əmək pensiyaları 9,2% indeksasiya olunur və bu şəkildə sizlərə ekranda gördüyünüz kimi təqdim edirik pensiya artımlarını. Daha əvvəl də təbii ki videomuzda paylaşmışdıq. Bir çox izləyicimiz bununla bağlı artıq məlumatı var. Ancaq yenə də sizlərlə pensiyaların artımını paylaşmaq istədik. Hörmətli izləyicilər, bəs artımlar nə vaxt ödəniləcək və hansı tarixdə pensiyaların artımı və pensiyalar bir yerdə köçürüləcək? Qeyd edim ki, hörmətli izləyicilər, yanvar ayının artımları və fevral ayının artımları bir yerdə ödəniləcək. Fevral ayının pensiyası ilə bir yerdə, yanvar ayında artımları heç bir vətəndaş almadı, çünki yanvar ayında ümumiyyətlə artım qeyd alınmamışdı. Artımlar fevral ayında hesablanır, amma yanvar ayında əhatə edir. Qeyd edim ki, fevral ayının 10-u 11-i civarında əmək pensiyalarında ödənişlər qeydə alınacaq və Sosial Müdafiə Fondundan daxil olan məlumata əsasən əmək pensiyaları fevral ayının 10-u 12-si arasında ödəniləcək və yanvar ayının da artımı fevral ayının artımı ilə bir yerdə hər iki ayı əhatə edəcək və bir yerdə ödəniləcək hörmətli izləyicilər. Digər müavinətlərdə də hörmətli izləyicilər artımlar olacaq. Ümumi sosial yardım miqdarında onsuz da artım olub. Bunu bir çox vətəndaşımız artıq bilir. Çünki ümumi sosial yardıma bağlı bir çox vətəndaşlara artıq təyinat verilib. Bu barədə bir çox vətəndaşın artıq məlumatı var. Digər sosial müavinətlərdə də artım olacaq. Təbii ki, növbəti videomuzda da digər bütün sosial müavinətləri paylaşacağıq. Yeni videomuzu qaçırmamaq üçün videomuzu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizin də dərhal xəbəriniz olsun. Videomuz yekunlaşdı. Növbəti videoda görüşmək ümidi ilə.